Süleyman bəy, xoş gəlmisiniz. Bir ay bundan əvvəl Amerikanın və İsrailin İrana hücum edəcəyini demişdiniz. Çox maraqlıdır ki, müharibədən əvvəl, yəni hücumdan əvvəl, 4 gün əvvəl daha doğrusu, bir daha israrla bildirdiniz ki, İrana hücum olacaq. Bəs bu hücumun miqyası və davamı ilə bağlı bundan sonra nə baş verəcək? Mən bir ekstrasens olaraq bu müharibəni görmüşdüm və vermişdim ki, bəli, belə bir hadisə baş verəcək. Dəfələrlə mən müharibələr haqqında danışanda bir ekstrasens olaraq dedim ki, İran 4-ə bölünəcək. Amerika, İsrail və İran arasında olan müharibə haqqında 2025-ci ilin dekabrında bu haqda danışmışdım və verdiyim proqnozda öz əksini tapdı. Açıq olaraq deyim, bu müharibə bitməyib. Bu müharibə düz uzanacaq, ancaq böyük bir İranda qarşıdurmalar olacaq, müharibə nəticəsində İranın itkiləri olacaq. Düzdür, indi İran bəzi ölkələrə hücum edir, ancaq bacarmayacaq. Bu barədə deyim, biləsiniz ki, İranda böyük bir aksiyalar nəticəsində böyük bir dövlət çevrilişi olacaq, hakimiyyət təşkili də olacaq. Bu haqda deyim, biləsiniz, qalibiyyət, hamı bilir onsuz da, mən bir ekstrasens olaraq da demək istəyirəm, Amerika qalib gələcək, İran 4-ə bölünəcək.